Axşamınız xeyir. Hayır, 24'te xəbərlərin 19 buraxılışına baxırsınız. Studiyada Vəfa Təyyar qızıdır. İndi isə də ətraflı. Amerika Birləşmiş Ştatları prezidentinin Qrenlandiya iddiası Avropa ilə yanaşı Kanada ilə münasibətləri olduqca pisləşdirib. Ottavanı Çin hücumu ilə qorxutmağa çalışan 47-ci liderin bu addımlarına da Kanadadan müsbət qarşılıq gəlməyəcəyini demək mümkündür. Donald Trump'ın Ottavanı niyə məhz Çinlə təhdid etməsi isə diqqət çəkən faktorlardan biridir. Pekinin Arktikaya hərbi müdaxilə niyyəti realdırsa, Çinin Kanada ilə yaxın əlaqələr qurmasında marağı nədir? Əməkdaşlarımız video material hazırlayıb izləyək. Kanada Ağ Evin Qızıl Günbəz planına qarşı çıxdığı üçün növbəti dəfə ABŞ lideri Donald Trump'ın hədəfinə tuş gəldi. Xüsusən Davos İqtisadi Forumundan sonra artmaqda olan gərginlik Ağ Evin Qrenlandiyada Qızıl Günbəz sistemi yerləşdirmək niyyətinə Ottavanın əks mövqeyi ilə daha da güclənib. Söhbət Trump'ın cavab olaraq Çin onları yeyəcək ifadəsini səsləndirməsindən gedir. Kanadanın əks çıxışı isə məhz öz təhlükəsizliyinə dair narahatlığı ilə izah olunur. Arktikanın təhlükəsizlik sarıdan prioritet olması fonunda onlar hesab edirlər ki, 47-ci liderin Qrenlandiyanı alaq ritorikası gələcəkdə Kanada Arktikasını almaq çağırışına da yönələ bilər. Məsələ daha geniş və daha təhlükəli bir müstəvidə izah olunur. Ortada həm Rusiyanın, həm də Çinin maraqlarından gedir ki, Amerika bu məsələdə geri addım atacağını demək hələ tezdir. Bu baxımdan Kanada narahatdır. Narahatdır tək Qrenlandiyaya görə narahat deyil, həm də özünə görə narahatdır ki, Trump Qrenlandiyadan sonra yenidən Kanada mövzusuna qayıda bilər və Kanadanı da Amerikanın növbəti ştatı kimi qəbul edə bilər. Ağ Ev rəhbərinin Kanadanı məhz Çin hücumu adı ilə qorxutmağa çalışması da diqqət çəkir. Qısa müddət əvvəl Ottava ilə Pekin arasında strateji tərəfdaşlığa dair saziş imzalandı ki, bu Kanadanın Amerika Birləşmiş Ştatlarından uzaqlaşmaq niyyətini büruzə verən əsas faktor oldu. Anlaşmanın imzalandığı vaxt Trump bunu sakitliklə qarşıladığı halda son çıxışında onu tənqid etməsi isə göstərir ki, Amerika Kanadanı həm Çin, həm də Avropaya itirmək təhlükəsini gözə almaq istəmir. Bu həm Amerikanın reputasiyası, həm də iqtisadi maraqları ilə ziddiyyət təşkil edir. Hətta qısa müddət əvvəl Kanada baş naziri Mark Carney'nin Çinlə əlaqələri Vaşinqtonla münasibətlərdən daha proqnozlaşdırıla bilən olduğunu ifadə etməsi də məsələnin sadəcə Arktika ilə bağlı narahatlıqlardan irəli gəlmədiyini ortaya qoyur. Rusya'ya karşı Çin, Kanada ve İngiltere üzerinden küresel sisteme dahil olmaya ve Arktik bölgede söz sahibi olmaya kendisini hazırlamaktadır. Amerika Birleşik Devletleri nüfuz mücadelesinde Kanada'yı kendisine 51. eyalet gibi görmeye hazırlanırken esasında dünyada yeni mücadelelerin de fitrini ateşlemektedir. Amerika Birleşik Devletleri ekonomik olarak ve siyasi olarak dünyada eski gücünü kaybettikçe agresifleşmektedir. Ekspertlərin fikrincə, proseslər Kanadanın Avropa İttifaqına üzv ola biləcəyinə dair ehtimalları da gücləndirir. Onsuz da həmin ehtimal iki faktordan dolayı olduqca realdır. İlk olaraq dəyərlər məsələsinin burada mühüm rol oynayacağı iddia edilir. Söhbət beynəlxalq hüquq, sosial dövlət və iqlim siyasəti kimi anlayışlar fonunda Kanada və Avropanın bənzər modeldə idarə olunmasından gedir. Əslində bu kontekstdən yanaşdıqda Ottavanın Avropa ilə yaxınlaşma səyləri onun uzunmüddətli strategiyasından da irəli gəlir. İkinci amil isə məlum olduğu kimi həm Avropa, həm xüsusən Qrenlandiya, həm də Kanadaya qarşı yönələn sərt ritorikadır. Məhz bu faktorsa Kanadanın Avropaya yaxınlaşmaqla bağlı uzunmüddətli istəklərinin siyasi müstəviyə gəlməsi və daha qərarlı şəkildə tətbiq olunmasına şərait yaratdı.